Bir o bina tikən mühəndis. Aşağıda fəhlələr işləyirmiş, indi binanı tikibmişlər, hələ iş davam eləyirmiş. Binanın 6-cı mərtəbəsindən çağırırmış aşağıdakı fəhlələrdən birini ki, bir söz desin ona, nəsə eləmək lazım imiş. Hər nə qədər çağırır, o eşitmir bunu. Eşitmir, deyir, o fəhlənin diqqətini cəlb eləmək üçün, deyir, yuxarıdan bir 10 manat atır aşağı. 10 manat atır aşağı, gəlir düşür fəhlənin ayağının altına, fəhlə o manatı götürür, qoyur cibinə, yenə işi ilə məşğul olur. Heç baxmır ki, bu 10 manat hardan gəldi. O görür, yox, istəyinə nail olmadı. Təzədən yuxarıdan 50 manat atır aşağı. Gəlir düşür fəhlənin ayağının altına, fəhlə 50 manatı götürür, qoyur cibinə, yenə başlayır işi ilə məşğul olmağa. Yenə baxmır ki, bu hardan gəlir. Görür, yox, bu 10 manat 50 manatla düzələn işdir. Yəni, elə mən buna 100 manat da göndərsəm, belə görsənir ki, bu baxmayacaq yuxarı ki, bu hardan gəlir, nə üçündür. Deyir, o balaca bir dənə daş götürür, atır fəhliyə. O balaca daş gəlir dəybin başına. Tez qalxır, baxır yuxarı. Baxır yuxarı, deyir ki, o da nə istəyirdi, ona deyir. Həqiqətən bizim həyat hekayəmiz bundan ibarətdir. Allah bizə bir çox mərhəməti ilə, rəhməti ilə nemətlər verir. Ki, biz ona qarşı diqqət etirək, amma diqqət yetirmirik. Nemətlərdən istifadə edirik, bəzən nankorluq da edirik. Düz. Bir an belə özümüzə gəlmirik ki, deyək, bu nemətləri bizə kim verdi? Düzdür. Niyə verdi? Nə məqsədə verdi? Buna diqqət yetirmirik. Amma kiçik bir daş ayağımıza dəyəndə tez ayrılırıq. Bəli. Deyirlər, həyatımızın o çətinlikləri, o kiçik çətinlikləri, o Allah tərəfindən bizə atılan o kiçik daşlar kimidir. Bizi istəyir özünə tərəf yönəltsin, diqqətimizi cəlb eləsin. Ki, Allaha tərəf bir baxaq.